Bu da yeni otağımızdı. Burada artık her şey qaydasındadır. Dur, Şarm El Şeyx'in sülh meydanı. One village of Sairakan'da onuna Sajin Aeroport. Bu da çox güman papirus düzəltməyə yarayan alətdir. Salamlar. Yenə havalimanı, yenə mən. Bu dəfə Misirə gedirik. Şarm El Şeyx şəhərinə səfərimiz var. Bir gündə vaxt tapıb Qahirəyə gedəcəyik. Oradan Giza piramidalarına maraqlı videolar gələcək. Hal-hazırda Heydər Əliyev Havalimanının duty free zonasındayıq. Uçuşumuza hardasa 1 saat 45 dəqiqə qalıb. 15 nömrəli qapıdan uçacağıq. Aşağı düşürük buradan. Onda Şarm El Şeyx'te görüşərik. Ben sizlere biraz bağlanacağım. Our face and lips and put the mask on. Təqribi 4 saatlıq uçuşun ardından Şarm El Şeyx Beynəlxalq Havalimanına eniş elədik. Terminala gedirik. İndi biz viza üçün növbədə durmuşuq burada. Onu bildirim ki, əgər Qahirəyə gedəcəksinizsə, viza lazımdır sizə və vizanın qiyməti 30 dollardır. Onu almalısınız. Şarm El Şeyx'də qalacaqsınızsa, Şarm El Şeyx 10'unu vurdurub pulsuz bir şəkildə daxil ola bilərsiniz. Amma Qahirə bölgəsinə gedəcəksinizsə, mütləq viza almalısınız, yoxsa sizi geri qaytaracaqlar. Bu arada Şarm El Şeyxə vizasız 15 gündür, onu da xatırladım. Bu da aeroportun bagaj alımı yeridir. İndi avtobusa minmişik. Transfer gəlib götürüb otelə gedir. Otağımız belə bir otaqdır. Onu deyim ki, hotel 5 ulduzlu otel olmasına baxmayaraq, hamamda bəzi texniki nasazlıqlar var. Biz bu arada otağımızı dəyişmək qərarına gəldik və indi başqa otağa gedirik. Otağımızı təhvil aldıq. İndi biraz suya girəcəyik. Sonra videoya davam edəcəm. Gördüyümüz bu dəniz qırmızı dənizdir. Bura Əqaba körfəzidir. Yaxınlaşdırsam qabaqda Səudiyyə Ərəbistanın Tiran adası var. Qarşı tərəf Səudiyyə Ərəbistanıdır. Mən otağa gəldim. Bu da yeni otağımızdır. Burada artıq hər şey qaydasındadır. Gəlmişəm yeməkxanaya, axşam yeməyini seçəcəyik. Belə bir yemək var, bundan götürəcəm. Belə pizzalar var, burada soslar var. Boşqabım hazırdır. Son olaraq çörək də götürək. Bunlar da çörəklərimiz. Qaldı bunları yemək. Bugünlük videonun sonuna gəldik. Yeni gündən salamlar. Bura bizim otelimizin ərazisidir. Mən indi çıxmışam. Səhər saat 5'dir burada. Elə belə gəzirəm. Otelin ərazisində
səhər yürüyüşünə çıxmışam deyə bilərik. Yəni bugün Şarm-el-Şeyx şəhərini bizi gəzdirəcəklər. Burada nə var? Yəni fikrim yoxdur. Mən buranın hotellər bölgəsi olaraq bilirəm. İndi bilmirəm, bəlkə şəhər kimi də yeri var. Onu görəcəyik. Yəqin bazara falan apararlar. Bir şeylər eləyəcəklər bizim üçün. Uzaqda da dəniz göstərir belə. Qırmızı dəniz, Əqaba körfəzi. İlk öncə səhər yeməyi. Burada belə bir gulaç adlı bir şey var. Gulaş yazıblar. Və Nutella, bundan götürəcəyəm. Bir dənə belə bir pirog götürürəm. Bu arada 2 dənə də pankek götürmüşəm. Çox sevməsəm də kruasan götürəcəm. Oteldən çıxdıq, Şarm-el-Şeyxi gəzəcəyik. Biz avtobusdan düşdük, Sülh meydanına gəlmişik. Budur Şarm-el-Şeyxin Sülh meydanı. Biz bu Sülh meydanından ayrılırıq. Arxamda qaldı heykəldə. Buralar belə boşluq yerlərdir. İndi bu meydanın yanında qızıl dəvələr var burada belə. Belə qızıl dəvələrin heykəlləridir. Bu arada buna qızıl dəvə deyirlər, rəngi sarı olduğu üçün deyirlər belə, yoxsa qızıl deyil yəni bu. Daşdır belə, normal. Belə qızılı rəngdə belə. Самолет маленький. Он вылетел с аэропорта, он у нас один аэропорт тут. И через 3 минуты в этих же горах его взорвали. Это был теракт. Biz bir kadr öncə gördüyünüz məscidə gəldik. Məscidin adı Salam məscidi. Bura Məscid-i Salam deyirlər. Bura böyük bir məsciddir belə. Здесь у нас для детей был аттракцион, был у нас этот зоопарк. Bizi Nefertiti adlı sağlamlıq mərkəzində dayandırıblar. Bura sağlamlıq mərkəzi demək olarmı bilmirəm. Burada yağlar və müalicəvi otlar satılır. Belə bir yerdir. Yanında da alış-veriş mərkəzi kimi yerlər var. İstəyən gedib baxa bilər. Yəni Şarm-el-Şeyxə gələcəksinizsə girib baxa bilərsiniz Nefertiti mərkəzinə. Mən də indi girəcəm. Yəqin ki, amma şəkil falan oradan çəkməyəcəm video. Bura bir kilsədir. İndi bura gəlmişik biz. Məsciddən sonra kilsəyə gəldik və burada onu da deyim ki, kilsələr məscid tərzi tikilir. İndi içinə girəcəm. Burada kilsənin içidir. Belə bir kilsədir bura. Bizi belə bir yerdə dayandırdılar. Burada papirus emalatxanasıdır, nədir? Giriyor. Yəqin ki, bu papirusdur. Burada belə papirusun üzərinə çəkilmiş sənət əsərləri var. İstəyən gəlib ala bilər bunları. Gördüyünüz kimi işıq sönəndə də rəngi dəyişir. Bu da çox güman papirus düzəltməyə yarayan alətdir. Biz buradan alış-veriş elədik, bəzi şeylər aldıq. İndi isə çıxırıq. Biz artıq qayıtdıq otelimizə. Şarm-el-Şeyxi gəzdik. Yəni onu deyə bilərəm ki, Şarm-el-Şeyxin elə də gəziləcək yeri yoxdur. Yəni bir məscidlər var burada, bəzi məscidlər var, sonra bazarlar var, dükkanlar var belə. Yəni bir dənə kilsəyə getdik. Yəni Şarm-el-Şeyx balaca bir şəhərdir, ancaq kurort yerləri var burada. Belə bir şəhərdir. İndi otaqdayam və birazdan günorta yeməyinə düşəcəm. Sonra da biraz suya girəcəm. Ondan sonra da yəqin ki otağa çıxıb dincələcəyik və beləcə sonra axşam yeməyi var hələ. Növbəti gün Qahirəyə gedəcəyik. Qahirə turu var. Və beləcə günü qurtaracağıq.
Bu video bu qədər. Kanala abone değilsinizsə abone olmağı ve bu videoyu beğenmeyi unutmayın. Yeni videolarda görüşmek dileğiyle. Sağ olun.